Doktor salam akşamın Salam xeyir. akşamı xeyir xanım, xoş görmüşük. Ay doktor, benim ayağımın altında yangı var. Ne kadar macunlar alıram. Ha, ayağımın altında yangı var doktor. Ne kadar macunlar alıram ona. Bəli. Sağalmır. Yine de yangı olur akşamlar. Aha. Neçə yaşınız var Ne xanım? yiyeyim ay doktor? Ha? Neçə yaşınız var? 59 yaş. Şeker 59 hastalığı yaş var mı? doktor. Yok yok. Aha. 59 yaş var doktor. Siz onu damarları Yok, yoklatmışsınız yok. mı Doppler'den xanım? Ayak damarlarınızı yoklatmışsınız mı? Yoxlatdırıb da yoxdur heç nə damarlar. Ha, yoxlatdırıb da biraz yağlanma var idi damarlarda. Ayrı problem yoxdur. Elə yağlanma olur da orada gedən gədənin qanı miqdarı azalır. Xanım, mən də sizə məsləhətlər verəcəm, nə etmək lazımdır. Çox sağ olun sualınıza görə. Ayaq altında o xanımın dediyi yanmalar olur. Bir neçə şəhərdə şəkər xəstəliyi olanda, sonra varikoz damar xəstəliyində, ən çox sinir xəstəliklərində olur. Onurğa sütununda və diz oynağında problem olanda, topuqda problem olanda və yaxud da ki, ayağın altında özündə orada o loru dilindən desək, deyir insanlar, mənim ayağımda duz yığılıb, deyir, əlim vurur. Yeriyəndə elə bilirəm ki, xırın üstündə gəzirəm, sərt bir yerdə gəzirəm. Bütün hallarda ayaqda olan o yanmaları götürmək üçün arı zəhərinə əvəzilən heç nə yoxdur. Sizə də məsləhət görürəm, indi siz arı zəhərini gərək onda gələsiniz bizə, biz eləyək. Giztikənlə dalayın, ondan başqa hər gün gündə 3 dəfə alma sirkəsindən ayağınızı yağlayın. Bundan başqa təbii ki, yod kletka eləyin və ayağınızı isti suya qoyun əvvəlcə dəniz suyundan, dəniz duzundan, dəniz duzu həll eləyin, ayağınızı isti suya qoyun, altı yumşalsın. Yumşalandan sonra təbii ki, o dediyim kimi yod kletka eləyin. Sonra isə pereksinə ayağınızın altına kompres qoyun. Və yaxud da ki, pereksi həll edin, ayağınızı həmin vannaya salın. Sonra isə dediyim kimi bir mənalı şəkildə bunları aradan qaldırmaq üçün arı zəhəri əvəzsizdir. Nə qədər insanlarımızı biz ondan azad edirik. Mütləq birinci növbədə də alma sirkəsi yadınızdan çıxmasın. Sonra nəticəsini mənə deyərsiniz, yaxşı olsa da deyərsiniz, narahatçılıq qalsa da yenə deyərsiniz, qaydasına salacaq. Yəni o bizim klinikada o məsələ həll olur, öz həllini tapır.